Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Canlı MRT İnşaatda yeni də sizin görüşünüzə gəlmişik və bu gün də elektrik naqilləri haqqında sizə ətraflı məlumatlar verəcəyik ki, məsələ MRT İnşaatda istədiyiniz ölçüdə elektrik naqillərini əldə edə bilərsiniz. Məsələ burada olan mütəxəssislər, peşəkarlar sizə yaxından kömək edəcəklər. Tam olaraq ölçülər 2,5-dan başlayır, ta 10-luğa, 14-lüyə, 16-lığa qədər olan bizim elektrik naqillərimiz var ki, bunu da evimizdə mütləq şəkildə harada istəyiriksə istifadə eləyə bilərik. Bax, burada da var, rənglərə görə də bunu belə faza və nol olaraq seçmə imkanımız var və təbii ki, torpaqlamada da istifadə etmək mümkündür və bütün bu kabelləri evin içərisində, çöldə və yaxud da digər yerlərdə istifadə etmək mümkündür. Adətən 2,5-lıqlar evin içərisində nəzərdə tutulur. Yəni, bir rozetkanın, bir kulçatının istifadə olunması və yaxud da ki, əlavə də etmək mümkündür. Bütün bunlar öz möhkəmliyinə, öz davamlılığına görə bir-birlərindən firma olaraq seçilməkdədir ki, sizin də mənzilinizdə daha rahat işıqların yanmasını istəyirsinizsə, qısa qapanmaların baş verməməsini, elektrik naqillərində problemlərin yaranmaması lazımdırsa, mütləq şəkildə MRT İnşaata yaxınlaşırsınız və burada olan elektrik naqillərindən rahat şəkildə istifadə edə bilərsiniz. Və təbii ki, mən indi gəzə-gəzə bölmələrimizdə olan elektrik naqilləri haqqında da söhbət açacağım. Bir halda burada dayanmışıqsa, biz bu kembriklərdən də söhbət açmalıyıq. O səbəbdən burada kabelin qalınlığına görə, hətta bax, bu ölçülərimizdə də belə kembriklərimiz var. Bunlardan istifadə etdiyimiz zaman artıq, necə deyərlər, izolyantaya heç bir ehtiyac qalmır. O səbəbdən naqillərin bir-birinə bəlkililməsi zamanı bunlar üzərinə keçirilir istədiyimiz ölçüdə və yandırma nəticəsində bu sıxılır. Artıq bizim elektrik keçirməsinin qarşısını almaq mümkündür və bu gün də ustalar bunlardan yetərincə istifadə edirlər. Bunların kiçik ölçüləri və eyni zamanda böyük ölçüləri də var. Hətta orada qablarımız var ki, onun da içərisində bunlardan var və rahat alıb istifadə edə bilərsiniz. Burada bizim nələrimiz var? Aha, bu borulardan, bu ayaqlıqlardan danışmaq istəyirəm sizə. Mənzillərimizə elektrik naqillərini gizlətmək bir çox hallarda problemlə nəticələnir. Əvvəlcədən yəni biz elektrik naqillərini hardan keçirməyimizi düşünürüksə, suvaq altında saxlaya bilirik. Ancaq müəyyən restoranlarda, müəyyən kafelərdə, müəyyən yerlərdə yenidən qurma işləri həyata keçirilirsə, divarı yarıb məhv etməyə, dağıtmağa heç bir ehtiyac yoxdur. Bax, belə borulardan alırsınız, üzəri tam olaraq çıxır və elektrik naqili bunun içərisinə keçirməklə ağzını bağlayırsınız və gözəl bir gözəllik yaradırsınız. Arka hissəsindən isə istədiyiniz yerə bağlamaq imkanınız var. Nə qədər kabel keçməklə asılı olmayaraq, burada ölçülərimiz mövcuddur, ta balacadan böyüyə. Və eyni zamanda bunlar paroklar adlandırılır ki, qapının ağzına əgər elektrik naqili keçirdiriksə, onun içərisinə bax, bunu rahat şəkildə qoya bilərik. Burada 2 gözlüdür, bunun 3 gözlüsü də olur ki, elektrik naqilləri keçir, ağız hissəsi bağlanır. Bu yapışkan soyulmaqla istədiyiniz yerə, kafelə, taxtaya, hara gəldi rahat yapışdırılırsınız və onu da söyləmək istəyirəm ki, yapışdırıcısı olduqca möhkəmdir, yəni yenidən qopma, çıxma kimi hallarla qarşılaşmayacaqsınız. Bax, burada da bizim əziz dostlar, belə bir borularımız da var. Bu boruların içərisindən kabel keçirməklə həm suvaq üstü, həm də suvaq altında çöl tərəfdən də, içəri tərəfdən də istifadə etmək imkanımız var. Və gələk qarşıya, burada nələrimiz var bizim? Burada da yenə bütün bölmələrimizdə söhbət gedir elektrik naqillərindən. Ən nazikdən ən qalınına qədər. Burada isə alüminiumdur və içərisi 4 jilla oldu. Yəni 4 dənə jilla keçir onun içərisindən. Burada da bu alüminium sayılır. Bunlar isə ağırda çəkə bilmirəm. İçərisi misli və bu da bizim 3 jilladır. Adətən belə qalın kabelləri avtomatdan mənzilə qədər gətirirlər. Daha sonra isə paylayıcıdan istifadə etməklə bir qədər aşağı ölçülü naqillərdən istifadə edərək evi mənzili işıqlandırırlar. Burada olan bütün elektrik naqillərinin üzərində qiymətləri var və burada isə bizim dörtlüyümüzdür Narsanın kabelləridir, əziz dostlar. Ən əsası kabel seçəndə nəyə diqqət etmək lazımdır? Ola bilir 2 yarımlıqlar var, ola bilsinlər 4'lük var. O səbəbdən isə xüsusi olaraq nəyə diqqət etmək lazımdır? Diqqət etmək lazımdır ki, elektrik
elektrik naqilləri sayının azlığı və sayının çoxluğu. Ola bilsin eyni firma var, onlarda iki yarımlıqdır, amma baxmaq lazımdır ki, bu gördüyümüz simlərin sayı çox olsun. Simlərin sayı nə qədər çox olarsa, bir o qədər də elektrik naqillərinin keyfiyyəti deməli yüksək olacaq. Bir daha qeyd etmək istəyirəm, bütün elektrik naqilləri burada var. İstədiyiniz ölçüdə həm alüminium var, həm mis var və bütün elektrik naqillərinin üzərinə qiymətləri yapışdırılıb. Yəni qiymətləri var. Siz də bu qiymətlərə rahat şəkildə baxmaqla elektrik naqilləri seçə bilərsiniz. Bir qədər də qarşıya gələk. Bütövlükdə burada bizim daha nələr var? Burada bizim avtomatlar var ki, bütün mənzillərə, bütün yerlərə avtomatlardan istifadə olunur. Üzərində qiyməti var 13 manat 80 qəpikdir və bütün bunlardan müasir günümüzdə daha çox istifadə olunur. O səbəbdən istifadə olunur ki, əgər mənzilimizdə hər hansı bir qısa qapanma baş verərsə, alışma, yanma olmasın. Bu avtomatlar avtomatik olaraq elektrik naqilini bir-birindən ayırma funksiyasını həyata keçirdiyindən qısa qapanmalar da baş vermir. Burada yenə üçlük var, dörtlük var, beşlik var, altılıqlar var. Məhz elə elektrik naqillərində müəyyən titrəmələr baş verməməkdən ötürü biz torpaqlama əməliyyatı həyata keçiririk ki, hər hansı bir problem nəticəsində həmin elektrik enerjisini torpağa ötürmək olsun. O səbəbdə bunlar zemlə adlandırılır. Bunu torpağa vurmaqla təbii ki, misli ağırlığı da var. Tam olaraq özdə tökmə misli. Dostlar, bu hissəsi, uc hissəsi torpağa vurulur. Buradan isə xüsusi yiv vasitəsilə bolt bağlanır və biz naqili bura yerləşdiririk ki, hər hansı bir təhlükə nəticəsində həmin enerjini torpağa ötürsün. Bunların vasitəsilə işığı yoxlaya bilərik. 11 manat 50 qəpikdir. Bundan daha çox ustalar istifadə edirlər və eyni zamanda bunlar da var ki, bunlar testerlərdir. Bu testerlərin köməyi ilə siz müəyyən amperi bir-birindən ayıra bilərsiniz, yəni seçə bilərsiniz. Burada bizim stabilizatorlarımız var ki, yaz, yay, payız, qış bütün yerlərdə istifadə etmək olar. Ən çox biz istifadə edirik mənzillərimizdə bir qədər kiçik ölçülərdən. Gördüyünüz kimi bunda üzərində xüsusi olaraq vaxtları yazılıbdır. 3000-likdir, 2000-likdir, bu da 3000-likdir. Tənzimləməsinə şərait yaradır, kömək edir ki, işıq azalanda, artanda hər hansı bir evimizdə olan avadanlıq sıradan çıxmasın və soyuducularda, kondisionerlərdə və digər məişət əşyalarında istifadə olunur. Bunlar isə kembriklərdir. Bunlar qabın içərisində olan və 8 manatdır ki, bütün ölçülər, yəni xırda ölçülərdən istifadə edə bilərsiniz. Ən çox ustaların bəyəndiyi və seçim etdiyi bir şeydir kembriklər. Bu kağız zanetlərdir ki, bunlar da yanma təhlükəsinin qarşısını alır. Sözün əsl mənasında çox gözəldir və möhkəmliyi də, yəni yapışqanlığı da öz yerindədir və digər belə zanetlərimiz də var. Rənginə görə, ölçüsünə görə müxtəlif zanetlər dəyişir. O səbəbdən bütün evlərdə, mənzillərdə, avtomobilinizdə də hətta rahat şəkildə istifadə edə bilərsiniz. Və yaxud da evlərdə, mənzillərdə zanetdən istifadə etmək istəmiriksə, burada gördüyünüz kimi bax, bu beşlidir, burada üçlü var, burada ikili var, burada təklər var. Bunlar nədən ibarətdir? Bir hissəsini rahat şəkildə açırıq və elektrik naqilinin ölçüsünə görə təbii ki, bunun yuvasını seçirik və içərisinə salmaqla rahat sıxırıq və salam. Yəni burada heç bir təhlükə və yaxud heç bir qısa qapanma ola bilməz. Və burada üçlü bağlamalar da var, dörtlü bağlamalar da var. Hər birimizə lazımlıdır, üzərində qiyməti var 40 manatdır. Bunlar adətən gedir utilnitirlər, yəni elektrik naqilini uzatmaqdan ötürü istifadə olunur. Biz balacalardan istifadə etdikdə onu yığıb bir yerə qoymaq bir qədər çətin olur, çünki bir-birinə dolaşır. Bunların isə yuvalıdır, yəni içərisindədir. Rahat şəkildə çəkilir, fırlanır, açılır və sonra isə yığmaq imkanımız var və təbii ki, üzərində də görürük artıq 4 dənəsindən də bir yerdə və tək-təkdə istifadə etmək olar. Burada bizim yanğın siqnalımız var. Bu sensorlandır. Hər hansı bir tüstü olanda, bir yanğın baş verəndə bunun qarşısını almaq üçün qiyməti 13 manatdır. Bunu adətən tavanlara bərk edirlər ki, yanğın baş verdiyi anda avtomatik olaraq bu burada da var. Diqqət etsək bizim tavanımıza tüstü baş verdiyində bu avtomatik olaraq siqnalizasiya işə düşür. Yəni başlayır səs verməyə və səs vermə anında isə bunun da bölündə digər belə bir aparat olur ki, həmin anda su şırnağı həyata keçirilir və odun alovunun tez bir zamanda sönməsində çox unikaldır. Bugün müasir texnologiyaların sayəsində biz mənzilimizi tam təhlükəsiz hesab eləyə bilərik. Burada da yenə bizim avtomatlarımız yox, avtomatların içərisinə yerləşdirmək üçün bax belə bizim qutularımız var. Bunun da üzərində hər birinin öz qiyməti var. Neçə sayda avtomat yerləşdirməyinizdən asılı olmayaraq
bütün bu qutuların içərisində rahat şəkildə yerləşdirə bilərsiniz. 3 avtomat istəyirsinizsə bir qədər balaca ölçülü, 4 biraz böyük, 5, 6, 10, 15, 20, 50, 100 nə qədər istəsəniz o ölçülərə uyğun bizim burada qutuları var ki, onun da içərisində avtomatlarınızı rahat yerləşdirə bilərsiniz və belə böyük ölçülü avtomat korobkalarımız da var. Ağızları da bağlanır, qiymət də var üzərində. Bunun qiyməti 70 manatdır, böyüyün 120 manatdır və belə bütövlükdə hər birinin üzərində qiymətlər var. Belə də var. Bunu da suvaq altında istifadə edə bilərsiniz. Üst hissəsi çöldə qalır, bütövlükdə isə suvağın altında qalmaqla belə deyək, həm də mənzildə bir gözəllik yaradır. Burada çox şey var əslində, yaxınlaşıb gəlsəniz, mütləq şəkildə burada olan A-dan Z-yə həm elektrik bölməsi var burada, bütün sahələr var. Tikinti aydın nə istəsəniz MRT inşaatda əldə edə bilərsiniz və 18 mart son çərşənbə axşamı bizim möhtəşəm lotereya kampaniyamız baş tutacaq, həyata keçiriləcək ki, insanlar bu müddət ərzində gəldilər, müəyyən alış-veriş etdilər, hər alış-verişdə 50 manatlıq alış-verişdə bir kupon əldə etməklə ad, soyad, ünvan yazdılar, bizim sehirli qutunun içərisinə atdılar ki, 18 mart son çərşənbə axşamında MRT inşaatın qarşısında özəl bir tədbirimiz baş tutacaq ki, hər birinizi orada gözləyirik, çox bahalı və böyük hədiyyələr əldə edəcəksiniz. Bir daha qeyd etmək istəyirəm, pulunuz yoxdursa, heç də bunu özünüzə dərd eləməyin, yaxınlaşırsınız bura tək şəxsiyyət vəsiqəsi ilə yerindəcə tez bir zamanda istədiyiniz sayda, istədiyiniz məbləğdə buradan mallar əldə edə bilərsiniz. Bir kart və taksit kart da keçərlidir. Çünki bura MRT inşaatda çalışırıq ki, elə sizinlə biz bərabər evimizi, mənzilimizi inşa edək. Görüşərik.